Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Allah ibadət itaətlərinizi qəbul eləsin inşallah. Yenə də mövzumuz Quranı anlamaqda hədislərin roludur. İnşallah keçən səfərdə olduğu kimi bu səfərdə bu mövzudan danışarıq. Yenə də əziz və dəyərli ağamız və ustadımız Mir Cəfər ağa bizimlə inşallah təşrif buyurur. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. İnşallah Allah lütf eləsin ki, biz Allahın elminin ötürücüsü olaq və Allahın elminə xəyanət eləməyik. Amin inşallah, amin. Ağacan, bax, keçən səfər biz tarix mövzusuna girişdik. Quran-ı Kərimdə olan tarixi hadisələr və onun açıqlaması. Gəldik, çatdıq Ənbiya surəsindən Həzrəti Davudla Həzrəti Süleymanın hökm etmək, bir tarla barəsində hökm etmək mövzusunda qaldıq. Keçən səfər sadəcə tərcümə elədik, qaldıq. Amma istəyirəm ki, bu inşallah söhbətimizdə biraz da geniş şəkildə danışaq. Nəinki o hadisə, ümumiyyətlə Quran-ı Kərimdə o cür tarixin, peyğəmbərlərin əhvalatı, keçmiş ümmətlərin taleyi barəsində olan bütün məlumatları biz Qurandan araşdıraq, görək elə Quran-ı Kərimlə, təkcə Quran-ı Kərimlə biz o hadisələri anlaya bilirik, yoxsa bunun izaha ehtiyacı var, hədislərə ehtiyac var, tarixə ehtiyac var. Bu, inşallah, bu mövzuda biz istəyirik danışaq. Deməli, keçən səfər burada qaldıq. Ənbiya surəsinin 78-ci ayəsidir, buyurur. Və Davudə və Süleymana İz yəhkumani fil harfi İz nəfəşət fihi qənəmul qavm və kunna li hukmihim şahidin fəfəhəmnəhə Süleyman. Buyurur ki, Davud və Süleymanı da yada sal, ey Peyğəmbər, İslam Peyğəmbərinə buyurur. Bir zaman onlar cəmaatın çobansız qoyunların gecə vaxtı girib otladığı və bərbad hala saldığı bir əkin sahəsi barəsində hökm vermişdilər. Yəni, hökm verirdilər də Həzrəti Davudla Həzrəti Süleyman. Deməli, hadisə belə olub ki, Allah Teala orada düzdür, çox lakonik şəkildə buyurur. Buyurur ki, qövmü ilə bir deməli, xalqın qoyunları girirlər tarlaya və tarlanı bərbad vəziyyətə qoyurlar. Vəssalam. Bundan başqa heç bir məlumat vermir. Buyurur ki, Həzrəti Süleyman və Həzrəti Davud həmən hadisə barəsində hökm verirdilər. Deməli, insanlar gəliblər məhkəməyə, Həzrəti Davudun yanına, Həzrəti Süleyman da orada iştirak edib və onlar ikisi də hökm verirdilər. Ayə isə, Quran isə buyurur ki, biz bunun hökmünü Süleymana başa saldıq. Fəfəhəmnəhə Süleyman. Biz bunun hökmünü Süleymana anlatdıq. Belə çıxır ki, orada Həzrəti Süleymanın hökmü əsas götürülür. Vəssalam. Və kullən ətəynə hukman və ilmə və deyir, hamısına biz hökm və elm və hikmət və elm vermişdik. Və səxxarna mə'ə Davudə cibəl, keçir başqa mövzuya. Yəni, Həzrəti Davudun möcüzələrinə keçir. İndi, yaxşı, biz bu hadisədən nə anlayırıq və doğrudanmı Quran-ı Kərim bir hadisəni nəql eləyir, amma heç bir detal vermir, heç bir açıqlama vermir və bizə də deyir ki, düşünün bu haqda. Nə düşünüm? Nəyi düşünüm? Mən burada nə başa düşürəm ki, nə düşünüm? İstəyirəm. Bismillahirrahmanirrahim. Salamlayıram izləyicilər də sizə. Hacı, mən bir məsələni müqəddimə kimi qeyd eləmək istəyirəm. Quran-ı Kərimə yanaşma üslubu olmalıdır, necə ki var. Niyə? Ona görə ki, Quranın öz ayələrindən belə görünür. Hansı ayədən? Mən yenə təkidlə vurğulayıram, keçən dəfə Nəhl 44. Bəli. Ki, biz bu Quranı göndərmişik ki, Peyğəmbər, sən bunu izah edəsən. Bəli. Hardan bəs çıxarırıq ki, Qurana xüsusi yanaşma lazımdır? Buradan çıxarır. Quran-ı Kərim ərəb dilində nazil olub. Bəli. İlk nazil olduğu qövm, xalq ərəblər olub.
onlar ərəb dilini, yəni Qur'anın endiyi dili biliblər. Buna rəğmən Allah deyib ki, kifayət deyil. Gərək Peyğəmbər izah eləsin. Bu üslub sonradan səhabələr arasında, müfəssirlər arasında şaxələnməyə başladı. Və haqlı olaraq şaxələnməyə başladı. Niyə? Baxın, Quran-ı Kərimdə 2 yerdə təxminən mən bildiyim qədəri belə bir ayə var. Əfələ yətədəbbərunəl Qur'an. 2 yerdədir. Məzəmmət edir Qur'anda tədəbbür etməyənləri. Bəli. Tədəbbür nə deməkdir? Tədəbbür bir şeyin davamını axtarmaqdır. Bəli. Dərinliyinə varmaqdır. Bir hadisə nəql edirəm, siz hadisənin nəticəsini öyrənmək üçün hey mənə sual verirsiniz. Sonra nə oldu? Sonra nə oldu? Sonra buna deyirlər tədəbbür. Bəli. Hətta məsələn təfəkkürdən fərqi odur ki, biz təfəkkür yalnız zehində qalır. Bəli. Yəni mən başa düşdüm, anladım. Bəli. Tədəbbür isə başa düşəndən sonra dediyini buyurduğunuz kimi ardınca düşmək, yəni əməl həyata keçirmək. Məsələn, bunun bir nümunəsi səcdə, vacibi səcdə surələridir ki, məsələn biz orada o surələrdə, o ayələrdə səcdə olunmaq əmrini görən kimi dərhal nə edirik? Səcdə edirik. Səcdə bu tədəbbürdür. Bəli. Tədəbbürün bir nümunəsidir. İndi tədəbbürün elə yaxşı mövzu gəldi. Elə bunu açacaqdım ki, müzakirəyə. Tədəbbürün kriteriyaları nədir? Meyarları nədir? Sərhədləri, hüdudları hara qədərdir? Yəni mən bir ayənin tədəbbüründə haraya qədər getməliyəm, bu bir. Çox gözəl. Harada dayanmalıyam, bu da iki. Əslində ən həssas mühüm məsələ budur. Tədəbbürdə dayanma yoxdur. Yalnız o zaman dayana bilərəm ki, düşünməyə material olmasın. Çox gözəl. Başqa çarə yoxdur. Məntiq ağıl bunu tələb eləyir və hədislər də bizə bunu bildirir, ayələr də bizə bunu bildirir. Qul hatu burhanakum in kuntum sadiqin. Doğru danışırsınızsa arqumentinizi göstərin, sənədinizi göstərin, faktınızı, dəlilinizi, sübutunuzu göstərin. Yəni nə qədər ki bir ayədə hər hansı bir ehtimal var. Bu bir. İkinci, həmin ehtimal ağıllı görünür, məntiqli görünür. Bu iki. Üçüncü, həmin ehtimalın rəddinə sübutum yoxdur. Mən deyə bilmərəm bu ayədən bu çıxa bilməz. İxtiyarım yoxdur. Bəli. Çünki heç kəs mənə haqq verməyib axı. Haqq verməyib. Mən nazil eləməmişəm ki Qur'anı. Qur'an mənə nazil olmayıb ki, mən deyim budur vəssalam. Nə haqla? Mən deyə bilərəm bu dəlillərə, faktlərə əsasən bu ayədən bunu çıxarış edirəm. Hə, sən başqa bir sübut göstərib başqa çıxarış edirsənsə, ya mən sənin sübutunu rədd etməliyəm arqumentlə, ya da təslim olmalıyam. Ən azından susmalıyam. Deməliyəm ki, ola bilər. Ola bilər. Bu proses hardan başlayır? Bu proses başlayır lüğətdən. Quranın lüğətlərindən. Məsələn, Quranda salat kəlməsi gəlib. Namaz. Bəli. Salat sözü yalnız namaz anlamını vermir. Salat sözü dua anlamını verir. Salat sözü salavat anlamını verir. Həm də namaz anlamını verir. Zəkat. Biz Məkkədə nazil olan ayələrdə zəkat kəlməsinə rast gəlirik. Halbuki zəkatın hökmləri Mədinədə vacib olub. Yaxşı, Məkkədəki zəkat nədir? Hansı anlamı verir? İlk prosedur başlayanda proses başlayır lüğətdən. İndi mənim nə ixtiyarım var? Bir Quran kəlməsinin 3-4 anlam vermə ehtimalı olduğu halda mən deyim ki, ay cəmaat, mən sizə Quranın izahını asanlaşdırıram. Bu söz elə bu deməkdir. Qəliz-qəliz şeylərə getməyin. Bu qəliz-qəliz şeylərə getməyin deyən kimi 2 dənə ayəyə kafir oldu bu.
Əfəla yətədəbbərunəl Qur'anə. Niyə Qur'anın qəlizliyinə getmirsiniz? Niyə Qur'anın dərinliyinə getmirsiniz? Niyə sonraki ehtimalları nəzərə almırsınız? Yəni, buradan biz nəyə görürük? Qur'an-ı Kərimi sadələşdirməyə çalışanlar. Bax, sözüm yanlış anlaşılmasın. Qur'an-ı Kərim oxunuşu, ilkin anlamı sadədir. Tam başa düşür. Yəssərnəl Qur'anə lizzikr. Qur'anı biz müzakirə üçün, xatırlamaq üçün, oxumaq üçün sadə göndərmişik. Amma inna sənulqi aleykə qavlən səqila. Biz çox ağır sözlər göndərmişik sizə. Yəni, dayaz adamlar ki, dərinliyə getmək istəmirlər, qalsınlar burada. Onlar öz mənalarını alacaqlar. Amma dərinliyə getmək üçün Əli əleyhissalam buyurur ki, və bəhrun la yudrəq qə'ruh. Qur'an elə bir okeandır ki, dibi kəşf olunmaz. Dibi dərk olunmaz, dərinliyi dərk olunmaz. Yəni, bu qədər dərinliyə malik, bitib tükənən deyil də, ilahi elmə bağlıdır. Mənim nə haqqım var bu nəhəngliyində, bu zənginliyində, bu universallıqda bir kitabın anlamını gətirim, özəlləşdirim, deyim ki, bu kitab, mən nə deyirəm, onu deyir. Və dəlilsiz, və subutsuz, və dəlil göstərənə qarşı şou keçirdim, autoriya işləyim. Bu, elmi söhbət deyil. Elmi yükü də yoxdur. Bu müqəddiməyə əsasən, bütün üfüqlər asılı gözümüzün qabağındakı heç kəsin ixtiyarı yoxdur. Əsassız olaraq, bu altını çizərək deməliyəm, əsassız olaraq Qur'anın mənasını bir şeyə məhdudlaşdırsın. Desin ki, budur vəssalam, bundan artığı yoxdur. Mən durum deyim ki, onda hər kəsin ixtiyarı var da hər şey deməyə. Mən deyirəm, o zaman Nuh Peyğəmbərin əleyhissalam tufanı da o tufan deyil. O başqa şeydir. Həyatın keşməkeşindən söhbət olsun. Qəşəng sözdür. Ədəbi sözdür. Şeir də yazmaq olar buna. Amma həqiqət başqa şeydir. Quran-ı Kərim başqa şeydən danışır. Mən götürüm həccin hökmlərini, namazın hökmlərini elə dayaz vəziyyətə salım ki, həm 2 milyarda yaxın müsəlmanın ağlını məsxəriyə qoyum. Dəlilsiz. Bax, yenə qeyd edirəm. Məsələn, bir nəfər alim gələ, bir tələbə gələ deyə ki, mən müsəlmanların bəzi işlərin əleyhinəyəm. Nədir bəzi işləri? Harada bir dənə ağac görürlər, bir dənə yayla bağlayırlar. Haqlıdır. Mən də haqlı hesab edirəm. Ağacın pirə nə dəxli var? Ağacın nəzrə nə dəxli var? Hətta məşhur bir əhvalat da var da, bu arada işlemirsiniz, siz bilirsiniz. Bəni İsraildəki bir abidin məsələsi. Deyir, Bəni İsraildə qədim Yahudi xalqlarının içində bir nəfər ibadət ehləyən var idi. Abid idi, məşhur idi ibadətdə. Səmimi ibadətçi idi. Yəni, elə belə riyakar filan deyildi. Günlərin bir gün eşitdi ki, kəndin kənarında, çöllükdə bir ağac var. Ağac da belə qəribə cürə vəziyyət. Məsələn, rükü vəziyyətindədir. Bəzi ağaclar var, əyiliblər. Deyirlər ki, bəs bu rükü eləyir, bu pirdir. Gördü, cəmaat gedir orada nə bilir, dualar eləyir filan. Deyir ki, hələ bir şey yoxdur ki, eləyir eləsin də hələ. Bir müddət sonra gördü ki, yox, bəzi adamlar bundan sonra istifadə eləyir. Başlayıblar bu ağacı bütə çevirməyə. Dedi, gedəcəm, ağacı kəsəcəm. Cəmaat Allaha ibadət etsin. Ağacı nədir? Götürdü baltanı, çıxdı evdən. Qapıdan çıxanda bir adam rast gəldi buna. Dedi ki, hara gedirsən? Dedi, gedirəm o ağacı kəsməyə ki, cəmaat xurafata meyl eləməz. Dedi, sən nə işin var o ağacda? Get sən öz ibadət elə, cəmaat da. Dedi, bəs olmaz, mənim vacibdir əmr bir məruf, nəhyəz münkər. Dedi, ay ki, ged ibadət elə. O dedi, bu dedi. Dedi, ümumiyyətlə, mən qoymuram sən gedəsən. Necə qoymursan? Qoymuram. Tutaşdılar bunlar. Bu qaldırdı həmin adamı, çırpdı yerə. Bu abid onu çırpdı. Abid onu çırpdı yerə. Altdan yuxarı abidə dedi ki, yaxşı başa düşdüm mən, sən qalib gəldin. Gəl mən sənə bir dənə təklif eləyim.
Nə sən deyən olsun, nə mən deyən. Dedi, nə? Dedi, bax, sən getdin, ağacı kəsdin. Cəmaət sənə nifrət eləyəcək, başın ağrıyacaq, nüfuzdan düşəcəksən, nə qazanacaqsan? Gəl, mən sənə qəşəng savab yolu deyim. Dedi, nə savab yolu? Dedi, bax, sən o ağacı kəsmə, əvəzində sənə hər gün 3 dirhəm pul gətirirəm. Bax, qonum-qonşu doldu yoxsuldan acını öləndən. Paylı o pulu onlara, savab qazan, ibadətivi də elə. Ağlına batdı. Dedi, amma gətir, dedi, gətirəcəm. Yəqin ki, bu abidə də çox müraciət edilmiş də yoxsullar. Sabah oldu, gətirdi, 3 dirhəm verdi, bu da apardı. Yoxsulları sevindirdi, hamı yeyir, içir, dua edir abidə. Sabahsı gün yenə gətirdi, birisi gün gecikdirdi. Axşam gətirdi. Növbəti gün axşama qədər gözlədi, gətirmədi. Səhərə qədər ibadət eləyirdi, fikri qalıb orada 3 dirhəmdə. Bu gəlmədi, bu yoxsulların işi nə yerdə qaldı? Səhəri elə açdı, gördü, gətirmədi. Götürdü baltanı, gedirəm ağacı kəsməyə. Qapıdan çıxanda adam rast gəldi buna, hara edirsən? Dedi, sən niyə vəfasız çıxdın, namərd çıxdın, bəs demişdin, gətirəcəm, niyə gətirmədin? Mən gedirəm ağacı kəsməyə. Dedi, kəsə bilməzsən. Necə kəsə bilmərəm? Tutaşdılar, bu qaldırdı, abidi vurdu yerə. Dedi ki, abid, sən kəsə bilməzsən ağacı. Dedi, bu necə olur axı o gün mən səni rahatlıqla vurdum. Bugün sən məni, dedi, mən şeytanam. O gün sən Allah xətrinə gedirdin ağacı kəsməyə. Bugün 3 dirhəmə görə gedirsən ağacı kəsməyə. Sən daha o niyyətdə deyilsən, bacarmazsan. Bəli. Bunu dedim, şirinlik olsun qoy. Hə, bunu bir nəfər desin ki, ay milyardlarla müsəlman, övliya qəbrini ziyarət edirsiniz, savab qazanırsınız. İmam Peyğəmbərin qəbrini ziyarət edirsiniz, savab qazanırsınız. Alimlərin qəbrini ziyarət edirsiniz. Bu ağac nədir ziyarət edirsiniz? Ağac da belə bitib. Bir dənə qəribəcürə daş var burada, qədim kitabələr. Sən niyə bunun adını ocaq pir qoyursan? Hə, belə sözdən arqument çüz, mən deyim, hə, düz deyir də. 2 milyard insan səhv edir, razıyam. Ya, məsələn, asqırır, deyir ki, səbir gəldi, dayan, get bir işə. 100 milyard da bunu eləsə səhv eləyir. Bir də var ki, Quranın hökmü, hədisin hökmü var, məntiqi var, arqument var, əsas var. Bu durub deyir ki, boş şeydir. Axı, sənin boş şeydir deməyinlə heç nə boş şey olmur. Qul hətu burhanəkum. Sən Qurana inanansansa, Quran deyir ki, arqument. Və keçən dəfə açdığım o bəhs, Samir müəllim. Mən istəyirəm bunu çox aktuallaşdıram, hər yerdə müzakirə olunsun. Arqumentlərin müqəddəsliyi, mötəbərliyi qorunmalıdır. Hər mənasız sözün adına arqument qoymaq olmaz. Dəlillərin müqəddəsliyi qorunmalıdır. Çox gözəl. Çox gözəl bir müqəddimə dediniz. Əslində, bütün mövzularda belədir. Təkcə Quran mövzularında deyil. Bütün mövzularda insan dəlillə, sübutla danışanda onun elmi yükü olur, elmi söhbət olur. Yoxsa pafosla danışmaq, qulağa xoş gələn sözlər demək. Köpüydü o, uçub gedəcək. Biz indi bu müqəddimədən yola çıxırıq. Gəlirik, biz konkret nümunələr göstəririk Quran-ı Kərimdən. Keçən səfər Rum surəsini göstərdik, Rum hadisəsini. Bir neçə məsələlərə toxunduq. Burada Quran-ı Kərim buyurur ki, Fəfəhəmnaha Süleyman. Yəni, ey Peyğəmbər, sən Davudla Süleymanı yad elə. Nə vaxt, hansı işini? O zaman ki, bunlar bir tarla barəsində hökm verirdilər. Belə ki, cəmaatın qoyunları gəlib o tarlaya daxil olmuşdu. Sadə bir məsələ idi. Sonra gəlib müraciət ediblər. Sonra deyir ki, biz onun hökmünü Süleymana başa saldıq. Yaxşı. Qurana görə niyə Süleymana başa saldı, Davuda başa salmadı? Hardan tapmaq olar o ayənin mənasını? Heç yerdən. Nə məsələ idi bu məsələ? İndi o məsələni qoyaq kənara, mən bir məsələni qeyd etmək istəyirəm. Baxın, burada indi kimsə deyə bilər ki, biz bu əhvalata daxil olsaq, siz fikrinizi deyərsiniz. Deyəcək ki, yaxşı, əhvalatı niyə yarımçıq nəql edib Quran filan bəsmə, belə söylə deyəcək də. Yaxşı. Burada əsasən Quran-ı Kərim... Biz də onu deyirik. Quran-ı Kərim hər şey yarımçıq deyir. Niyə deyirim, mən istəyirəm qeyd edəyəm ki,
Quran-ı Kərim əhvalatların xronologiyasını yazmaqla mükəlləf deyil. Quran oradan gələn o faydanı, o dərsi, o ibrəti, o öyrənməli olduğumuz şeyi bizə bildirir, nəsiyyəti bizə bildirir. Məsələn, təfsirlərdən biri budur ki, Davud əleyhissalam kifayət qədər mötəbəri idi, kifayət qədər məşhur idi. İndi Süleyman əleyhissalamın varisi olacaq. Bilirsiniz, bu hansı məsələyə bənzəyir? O, siz keçən dəfə də İmam Baqir əleyhissalamdan sonra gəldilər İmam Sadiq əleyhissalam yanına ki, biz elə bir adam itirmişik, Peyğəmbərdən birbaşa nəql edirdi, biz də demirdik niyə. Həmin məsələ, növbəti xəlifə, imam, varis gələndə adətən insanlar onu asanlıqla qəbul eləmirlər, çətin qəbul edirlər. Allah Teala da sanki burada bildirmək istəyirdi ki, Süleyman əleyhissalam balaca adam deyil. Hətta elə şey var ki, Süleyman bilər, Davud bilməz. Dərhal ardıqca da ayələri gətirir ki, Davud balaca adam deyil, Davuda da biz elm vermişik, Davudun möcüzələri. Maraqlı ki, Davud əleyhissalama dəmiri mum eləmişdi, Süleyman əleyhissalama misi mum eləmişdi. Mis çayı axırdı o nəmin, onun göstərişi ilə. Bu ibrəti biz Quranın özündən hardan tapaq? Əgər hədislər, imamlar, Peyğəmbər sallallahu aleyhi və aleyh və onların varisləri olan təfsir alimləri bunları çıxartmasılar üzrə. Biz bu ayənin məsələn faydası nə olacaq? Nəyi yad eləyirik? İndi hansı hadisə hökm eləyirdik? Ümumiyyətlə bu hadisəni nə üçün nəql edir? Əgər bu qədər anlaşılmaz, nəyə lazımdır? Nə qazanırıq bundan? Quran-ı Kərim zikirdir. Yaxşı, mən burada nəyi xatırlamalıyam? Peyğəmbər sallallahu nəyi xatırlayır burada? Nə qazanır? Məcbursan hədisə müraciət eləyəsən. Hətta siz dediyiniz o varis məsələsi, o da Quranda yoxdur. Bəli, o da sonradan çıxırdı, bəli. Hətta Süleyman əleyhissalam məsələsində bir şey var, Sami müəllim. Müfəssirlər izah eləməkdə çarəsiz qalıblar. Əllamə xeyli bəhs eləyir Əl-Mizanda, sonra deyir ki, çətin məsələdir. O da nədir? O, bir cəsədin, bir leşin Süleyman əleyhissalamın kürsüsünə atılması, taxtına. Nədir onun anlamı? Heç konkret söz deyə bilmir. İzahlar verilir. Hədislərin fonunda, ayənin fonunda. Əgər mümkün olsaydı o ayəni də oxuyardı burada. Ki, bunu ümumiyyətlə Quran-ı Kərimdən necə açıqlamaq olar? Yəni, o adamlar ki, deyirlər, Quran kifayətdir, hədis olmamalıdır. Bu ayəni necə açıqlayacaqlar? Açıqlayırlar, ha? Bayaq dediyim məsələ ilə. Lüğətin o bir mənalarını atırlar. Deyirlər, bir dənə mən deyəndə vəssalam. Sanki Allah Teala buna səlahiyyət verib ki, görsə qəlizdir, vəziyyət çətindir, bir lüğət seçsin. Bir mənanı seçsin. Burada indi əgər biz hədislərə müraciət eləsək, məsələn, Usul-i Kafidə höccət bəhsində bu var. Əllamə Təbərsi Məcmuəl Bəyanda gətirib, digər müfəssirlərimiz də gətirib. Burada bəli, burada varislik məsələsi idi. Süleyman Davud Peyğəmbərin deyir, ən balaca uşağı idi, övladı idi, oğlu idi. Və indi orada böyük alimlər var idi o məclisdə. Orada Həzrəti Süleymanın elmini, onun ləyaqətini göstərmək lazımdır. Küçümsüyürlər, deyirlər, uşaqdır. Ona görə Həzrət Davud deyir, əslində hamısını yığdı, deyir, hərə hökm çıxartsın. Deyir, orada hər kəs hökm çıxartdı əslində. Həzrət Davud deyir ki, sən indi hökm ver, sən qəzavət elə, sən qəzavət elə. Orada təkcə Həzrəti Davudun verdiyi hökm ən ədalətli hökm sayıldı. Hətta hökmün nədən ibarət idi, o da hədislərdə var ki, indi burada təfsirdə qeyd olunub, bu əhvalatın kiçik bir hissəsi deyir ki, nə qədər cərimə ödəyəcək o? Bəli, deməli, gecə vaxtı gəlib qoyunlar girib tarlaya yiyiblər. Hatta üzüm tənəklərini yiyiblər, hamısını dağıtmışdılar. İndi hərə hökm verdi. Həzrət Süleyman dedi ki, qoyunlar bağ sahibinin ixtiyarına verilməlidir ki, onların məhsulundan, məsələn, süddür, yundur, hətta deyir, dünyaya gətirəcək o balaları da bu bağ sahibinindir. Çünki bu ziyanı bununla ödəyəcək. Amma o dağılmış bağı da, yiyilmiş bağı da verilmək lazımdır ki, qoyunların sahiblərinə, onlar onu bərpa etsinlər, ta gəlib normal səviyyəyə çatandan sonra deyir, qoyunlar öz sahiblərinə qayıtılmalıdır, bağ da öz sahibinə. Burada bir məşhur hökm çıxır ki, əgər gecə vaxtı hətta tarla açıq da olsa, gecə vaxtı
heç kəsin ixtiyarı yoxdur ki, inəyini, qoyununu, heyvanını buraxsın, kesin. Bəli, yoxsa cəzası var. Çünki gecə vaxtı o tarlanın sahiblərinin haqqı var ki, istirahət eləsin. Geçsin, yatsın, istirahət eləsin. Gündüz isə durur, qoruyur öz tarlasını. Ona görə gecə vaxtı heyvan sahibləri öz heyvanlarını deməli, bağlamalıdır və ya saxlamalıdır. Tarla sahibləri də gedib yatmalıdır istirahət. Bu isə gecə vaxtı gəlib girib. Ona görə bu ən ədalətli hökm oldu. Yaxşı, bunda görürsünüz nə qədər hikmət var. Bir dənə analoq, bir dənə başqa misal çəkim sizə. Əs-sariqu vəs-sariqatu fəqtəu əydiyəhuma. Oğurluq eləyənin əlini kəsin. Yaxşı. Quran-ı Kərimin bu ayəsinə əsasən kim nə uğurluq edirsə əli kəsilməlidir. Sual. Əgər biz yalnız Qurana əsaslanmalıyıq, mən çox xahiş edirəm izləyicilər də və başqalarına deyin bunları, özləri də əhəmiyyətsiz baxmasınlar. Belə dəlillərə əhəmiyyətsiz baxdıqca başqalarının əli fürsət düşür. Meydan sürürlər. Qardaş, bunun əli hardan kəsilməlidir? Barmaq mı kəsilməlidir? Bilək mi kəsilməlidir? Dirsəyə qədər hara kəsilməlidir? İki əli mi kəsilməlidir? Bir əli mi kəsilməlidir? İndi gəlib biri bir nəfərin evindən 50 qəpik oğurlayıb. Onun əli mi kəsilməlidir? Quran arasında yazılıb. Biri gəldi xalasının evindən bir şey oğurladı. Atasından bir şey oğurladı. Əli mi kəsilməlidir? Biz baxıb gördük ki, Əhl-i Beyt əleyhissalam bunun üçün genişləndirəndə 24 dənə, qısa şəkildə 16 dənə şərt var. Və onu da Qurandan açıqlayırlar. Necə? Quran-ı Kərim başqa ayələri deyir ki, məşəqqətdə olan, cünahda olan, məcbur olan adamlar təxfif olunur onlar üçün, yüngülləşmə olur. Onlara əsasən gətirib deyirlər, hər oğrunun əlini kəsmək olmaz. Əgər mal sahibi malı qorumurdusa, oğrunun cəzası var, amma əli kəsilməməlidir, başqa cəza verilməlidir. İndi təzirdir, həbsdir, nədirsə. Əgər mal oğrusu iş məhkəməyə etməzdən öncə tövbə eləsə, əli kəsilməməlidir. Əgər mal oğrusu bir divarı, bir çəpəri yarıb keçməyibsə, adi yerdəymişsə, əli kəsilməməlidir. Əgər mal oğrusu qıtlıq vaxtı, aclıq vaxtı eləyibsə, əli kəsilməməlidir. Baxırsan bunlara görürsən ki, təxminən oğrunun, o adamlar ki deyirlər, Avropalılar bizə gülür ki, sərtdir qanunlarımız filan bəs məkan, təxminən oğrunun əlini kəsmək olmur. Başqa cəza verilir. Baxın İslam tarixinə, Resulullah sallallahu aleyhi və aleyhin dövründə, Əli İslam dövründə neçə nəfərin əli kəsilib? Bir an baxın tarixə. Barmaq hesabı ilə. Barmaq, bir əl çatmır. Niyə? Çünki şərtlər çoxdur. Və onda da niyə kəsilib? Tərəf özü gəlib etiraf edib ki, mən istəyirəm cəza alam. Ya İmam Rıza Aleyhisselam'a sual verirlər ki, əl hardan kəsilməlidir? İmam buyurur, əl kəsilməməlidir, barmaqla kəsilməlidir. Deyir, niyə? Deyir, fənnəl məsacidə lillah. Səzdəgahlar Allaha məxsusdur, buraya yerə dəysin. Yəni, bu şərtləri biz Quranın harasından tapacaq? Əl deyəndə məsələn də çiynindən kəs alt yeri. Kəsmək olar, dirsəkdən kəsmək olar, biləkdən kəsmək olar, hamısı da əldir. Hamısını əl demək olur da, bəli. Ona görə ya məsələn, heç belə kəsmirəm, ortadan kəsirəm məsələn, bir tərəfini götürürəm. Yəni, bunlara baxırsan, Quran-ı Kərimi, bu cərəyan Quran-ı Kərimi anlaşılmaz etməyə yönəlmiş cərəyandır. Yəni, yavaş-yavaş, əgər bunların dedikləri tamamilə məqbul sayılsa, biz 5-6 ildən sonra belə bir nəsillə üzləşəcəyik. Bu Quran nə deyir? Mən niyə inanmalıyam buna? Bunun harası möcüzədir? Heç nə qalmır ortalıqda. Ona görə də bu və bu kimi bunlar deyil, o qədər hadisələr var. Məsələn, deyir ki, əzzani və zaniyyəti fəcdü kullə vahidə minimə səmaninə cəldə. Miyyətə cəldə, özü istəyirəm. Zina edən oğlan və qızı hərəsindən 100-dən şallaq vurun. Yaxşı. Şallağı necə vurum? Şallaq nədən ibarət olsun? Hansı materialda olsun? Əlimi nə qədər qaldırım? Harasına vurum? Bəli.
Üzünə vurmaq olar ya yox, başına. Yəni bunların hamısı hədislərdə qeyd olunur. Sadəcə bizim cəmaatımızın o hədislərdən Hələ o şahid məsələsini dedin. 4 dənə məsələ. 4 şahid sağ ol. O şahid necə nəyi görsün? Necə görsün? Məsələn 4 nəfər şahid görür ki, biri oğlanla biri qız qucaqlaşıblar. Yaxşı. Bu onların cəzalandırılmasına kifayət edir ya yox? Söhbət bunlar hamısı söhbətdir də. Bunlar hamısı şərtdir. Nə demək istəyirdim? Yəni bütün bu hökmlər Quranda deyil. Hamısı hədislərdə. Hamısı hədislərdədir və bundan əlavə ümumiyyətlə Qurani Kərimin ecazkarlığı ki var, Quran əbədi möcüzədir. Bu sual altına gedir. Yəni adam baxır ki, bunun harası möcüzə oldu? Məsələn, Əllamə Təbətəbəy Əl-Mizanda deyir ki, Bəqərə surəsinin 102-ci ayəsini hədislərə əsasən onu açıqlayır, araşdırır. Deyir ki, Harut və Marut ayəsi. Deyir, bu ayədə 1 milyard 260 milyon ehtimal var. Yəni, 1 milyon 260 min ehtimal. 1 milyon 260 min ehtimal var. 1 milyon 260 min ehtimal. Bu nə ehtimal var? 1 milyon. Ayəyə baxın. وَاتَّبَعُوا مَا تَتْلُ الشَّيَاطِينُ عَلَى مُلْكِ Süleyman. Və tabi oldular şeytanların Süleyman mülkündə oxuduqlarına. Tabi olduların əvəzliyi kimlərə qayıdır? O dövrün yəhudilərinə ayə ilə düz gəlir. Quran nazil olan dövrün yəhudilərinə ayə ilə düz gəlir. Hər ikisinə ayə ilə düz gəlir. 3 ehtimal. Ma tətluş şeyatin. Şeytanlar nə oxuyurdular? Harut və Marutun gətirdiyi xüsusi virdləri oxuyurdular. Ayə ilə düz gəlir. Cadu oxuyurdular. Ayə ilə düz gəlir. Hər ikisini oxuyurdular. Ayə ilə düz gəlir. 3-ü vuraqca 9. Şəyatindən məqsəd kimdir? Cadugərlərdir, ayə ilə düz gəlir. Cindən olan şeytanlardır, ayə ilə düz gəlir. Hər ikisidir, ayə ilə düz gəlir. 27. Və ma kəfərə Süleymanu və lakinnəşşəy və ma kəfərə Süleymandan məqsəd nədir? Əqidəvi küfürdən imtinadır, əməl. Harasına baxırsan, bu ehtimalların hamısı ilə düz gəlir. 1 milyon 260 min ehtimal. Hərfim Əllamə deyir ki, bu belə vahiməli bir möcüzəvi ayədir. Yəni, yarım sətirlik bir cümlə deyəsən, yarım səhifəlik. Və burada 1 milyon 260 min ehtimalın hamısı doğru gəlsin ayə ilə. Bəqərə 102. Əhl-i-Beyt Müsəlmanın hədisləri olmasa, biz bunları hardan tapacaq? Necə öyrənəcəyik? Hansı ayə? Bu ayəni, məsələn, bu Quran'da neçə dəfə oxuyublar? Bu ehtimallar ağıllarına gəlir. Deyərlər ki, bizim ağlımıza gələn düzdür. Deyəcəksə, ehtiyacımız da yoxdur, belə deyəcəkdir. Aydındır. Məsələn, bir ayədə oxuyuruq ki, Həzrəti Süleyman Peyğəmbərin o Bilqisin taxtını Yəməndən gətirir Fələstinə bir göz qırpımında. Orada əvvəlcədən o məclisdə müraciət edir ki, kim onun taxtını gətirə bilər? Deyir ki, cinlərdən olan ifrit durdu. Dedi ki, sən bu məclisdən durmamış, mən onu gətirəcəyəm. Ya sən ayağa durmamışdan əvvəl, ya məclis qutarmamış. Mən gətirəcəyəm. Amma deyir ki, kitabın elmindən birini bilən adam durdu, dedi ki, mən onu bir göz qırpmaya, ondan da tez gətirirəm. Quran-ı Kərim nə onun adını izah eləyir, nə onun kitab nə kitabdır, nə elmdir. Nə elmdir və o kim idi ki, belə bir elmə sahibdir və o durur, belə bir mühüm işi görür. O kimdir? O bayaq ki, varis məsələsinə yenə gətirirəm ki, orada yenə hədislərdə qeyd olunur ki, orada Həzrət Süleyman buyurur ki, Asəfərin Bəlxiyə. Həm bacısı oğlu idi, həm də onun vəziri idi. Həm də tələbəsi idi. Yəni onun vəsisi idi.
onu deyir, öz vəsisinin elmini insanlara göstərmək. İmam Sadiq Əleyhisselam buyurur ki, yəni deyir, Həzrət Süleyman demək istəyir ki, mənim vəsimin bu qədər elmi varsa, bu cür işləri görə bilirsə, indi gör, mən nəyəm də. Ya məsələn, sual, əgər biz hədislərə müraciət etməyəcəksə, Quran-ı Kərim deyir ki, qarışqa danışır. Bəli. Buyurun, bunu izah edin. Qarışqa necə danışdı? Bəli. Süleyman Aleyhisselam qarışqa nə dilində danışırdı? Yəni, bilirsiniz, Quran-ı Kərim tamamilə anlaşılmaz. Deyir, güldü. Hə, güldü. Deyir, Süleymanın sözü. Fətəbəssəmə da, hə. Süleyman güldü onun sözləri. Fətəbəssəmə da, yəni. Ağıllı bir söz. Deyir ki, girin yuvalarınıza, Bəli. Süleyman sizi tapdalamasın, əzməsin. Bilmədən özdə. Orada o bilmədən sözünü ki, işarə eləyir. Deyir ki, Həzrət Süleyman əslində o sözə deyir, xoşu gəldi, güldü ki, yəni orada ədalətsizlik eləmir də. Yəni, qarışqa deyir ki, o bilsə eləməz də, bilmədən sizi əzəllər. Ona görə Süleyman Peyğəmbər başlayır gülməyə. Məsələn, Zəlikəl kitabla rəybə fi hudəllil muttəqin. Quran-ı Kərimi səhvətin. Bu kitabda şək şübhə yoxdur, təqvalıları hidayət edir. Sual, mən hidayət olmalıyam, sonra təqvalı olmalıyam, elə deyil. Bəli. Mən hidayətdən öncə necə təqvalı olum? Quran-ı Kərim nə demək istəyir burada? Necə tapacaqlar bunu? Əhl-i Beytin hədisləri olmasa, təfsir rivayətləri olmasa, necə anlayacaqlar bunu? Və yaxud Fironun hadisəsi. Musa Aleyhisselam haqqında deyir ki, İnna nəxafu. Biz qorxuruq, ilahi. Peyğəmbər niyə qorxur? Necə izah edəcəklər bunu? Allah Peyğəmbərə bir göstəriş verir, Peyğəmbər qorxur. Qorxaq adamdan Firon yıxan olar. Necə ola bilər? Musa Aleyhisselam çıxdı, hara getdi? Orada ayə ki var, 8 həcc müddətində mən sənə xidmət eləyərəm, qızı verərsən mənə şüyə Peyğəmbər. 8 həz nə deməkdir? Səmaniyə təxricat. Yəni, ki, il mənasında. Ya məsələn, deyək ki, və həynə ilə Musa. Musa Aleyhisselam anasına vəhiy elədik. Onda Musa Aleyhisselam anası Peyğəmbər imiş. Belə çıxır da. Bəli. Həzrət Musa çıxdı tilqa Mədiyən. Bəli, Mədiyən tərəfə. Mədiyən tərəfə. Quran onu açıqlayır. Burada ya məsələn deyir ki, fəstəğəsəhulləzi min şiətihi alə aduvvih. Musanın şiyəsi, Musanın düşməninə qarşı Musadan kömək istədi. Sual, Musa Aleyhisselam onu haqq olaraq öldürmüşdü, nahaqq olaraq öldürmüşdü. Haqq olaraq öldürmüşsə niyə qaçırdı? Sonra niyə dedi Allah Teala onu göndərəndə ki, mənim günahım var? Firon adamlarını öldürmək günah idi mi? Bəli. Ümumiyyətlə, mən başqa sual verirəm. Hacı, burada qalaq Hacı. Mən onu elə gətirmək istəyirdim. Yaxşı ki, siz gətirdiniz Həzrəti Musa Peyğəmbərin məsələsinə. Burada Həzrəti Musa Peyğəmbərin məsələsində Allah Teala yəni, hər yerdə olduğu kimi çox lakonik danışıb, çox qısa danışıb. Buyurur ki, وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَى آتَيْنَهُ حُكْمًا وَعِلْمًا. Həzrəti Musa Peyğəmbər gücləndi və boya-başa çatdı və kök üstə dayandı, möhkəm oldu. Biz ona hökm və elm verdik. وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ. Biz mühsinləri, yaxşı iş görənləri bu cür mükafatlandırırıq. Yəni, Həzrət Musa Peyğəmbər hələ Peyğəmbər də deyil. Bəli. Hələ Musa Fironun evindədir, sarayındadır. Artıq Allah Teala ona elm və hökm verib. Çünki möhsünləri biz bu cür mükafatlandırır. Yəni Musa artıq möhsünlərdən idi Həzrət Musa. Sonra gəlib deyir ki, وَدَخَلَ الْمَد۪ينَةَ عَلَى حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا. Gəldi, şəhərə daxil oldu. Özü də şəhər əhalisinin xəbəri olmadan. Gizlin. Bu hansı şəhər idi? Bu bir. Niyə gizlin daxil oldu? Bəli. فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ.
Gördük ki 2 nəfər döyüşür. Hada min şiatihi və hada min aduvihi. Bu şiəsidir, bu düşməni. Biri Musanın şiəsi. Bu nə deməkdir? Burada nə çıxır? Burada görür ki, Həzrət Musa artıq tanınıb. Şiəsi var. Hərəkat yaradıb bu adam. Bəli. Hələ Peyğəmbər deyil. Artıq buradan nəyə görə bir şəhərə daxil olur? Bəli. Özü də elə daxil olmalıdır ki, heç kəsin xəbəri olmamalıdır. Bəli. Nəyə görə? Bu hərəkəti niyə eləyir? Nədən çəkinirdi? Nədən çəkinirdi? Bax, görürsünüz? Nə baş verirdi? Nə baş verirdi? Deməli, bu hədislər olmasa, tarix izah olmasa, anlaşılmazdı. Deməli, məsələ bu idi ki, Həzrəti Musa Peyğəmbər böyüyüb boya başı çatandan sonra Fironun zülmlərini görəndə artıq sarayda başlayır ona etiraz eləməyə. Cərəyan yaranmışdı. Artıq başlayır tərəfdar toplamağa. Özü də həm də sarayda böyüyən adamdır. Özü də nitqi, güclü, hər şey yerində. İnsanlar ətrafına da təsir eləmişdi. Fironun sarayına da təsir eləmişdi. Ətrafa da təsir. Artıq cəmaat bilirdi ki, belə bir şəxsiyyət var sarayda və Fironun zülmlərinə qarşı çıxır. Artıq onun tərəfdarları çoxalmağa başlamışdı. Yəni, bu artıq şiə nədir? Şiə tərəfdar deməkdir. Yəni, onun siyasi kursunu, onun baxışlarını, hamısını dəstəkləyən, ona, yəni, Firona əks çıxıb ona da şiə nəyinsə müqabilindədir, hansısa dəstənin müqabilindədir də şiə. Fironun dəstəsinin müqabilində olan təşəkkül tapmış bir dəstə şiə, Musanın şiələri. Artıq bu adla tanınırdı, bu inqilab eləmişdi. Sonra, bu nəyə görə gizli şəhərə daxil olur? Elə hədislərə müraciət edirik. Firon məcbur olub Musanı paytaxtdan sürgün eləyir. Hardan daxil oldu ümumiyyətlə şəhərə? Hara etmişdi ki? Paytaxtdan qovmuşdu. Quranda elə şey yox. Quranda yoxdur. Amma biz bu ayə, görürsünüz, ayə işarə edir ki, cəmaatın xəbəri olmadan gizli şəkildə Həzrət Musa bir dəfə paytaxta da qayıdır. Və orada öz şiələrinə kömək eləyir və Fironcunu öldürür. İndi əlindən düşüb ölür də indi. Ondan sonra bir nəfər gəlir, deyir, və cəə raculun min aqsal mədinəti yəs'a qalə ya Musa innəl mələə yətəmirunə bikə liyəqtuluk. Fəxruc inni ləkə minə nasihə. Sən öldürsünlər, sən tez qaç. Siz o da qaçır. Yəni, şəhərin ucqar yerinə qədər Musa Peyğəmbərin artıq hərəkatı bəlli idi, iş gedirdi əməlli başdı. Sadəcə o şiəsinin problemi o idi ki, açıqlayırdı da, aşkara çıxardırdı. Yəni, qiyamın mahiyyətini pozurdu. Problem o idi. O sirri saxlama əslində Əhl-i-Beytin hədislərində var, deyir, bizim sirrimizi faş eləyən bizdən deyil, ya o bəzən o görsən. O sir həmən o sirridir ki, əslində Əhl-i-Beyt əleyhissalam hərəkət yaratmışdılar ki, dostlar bunu gərək deməyəydilər də. Amma görsən ki, bəzən deyirdilər və iş pozulur. İmam Sadiq Əleyhisselamın hədis var ki, biz neçə dəfə istədik qalxaq, bizim tərəfdarlarımız ağızlarını saxlaya bilmədilər, iş batdı. İşarə gəlir ki, vaxtımız qurtarıb və bu cür mövzular davam etdirilməlidir ki, insanlarımız, cəmaatımız başa düşsünlər ki, Qurani Kərim yəni, hər kəsin iddia etdiyi kimi bir kitab deyil. Bunun öz sahibləri var, bunun açıqlamaları var. Peyğəmbər birinci bunun açıqlayan idi. Əhl-i-Beyt əleyhissalam və mütəxəssislər. Hacı, təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Allah kimi. Allah razı olsun.